Mağara ayıları buz dövrünün sərt şəraitinə uyğunlaşmışdılar. Qalın dəriləri və güclü əzələləri ilə soyuğa tab gətirə bilirdilər. Qış aylarında uzun müddətli yuxuya gedir, bu dövrdə enerji sərfini minimuma endirirdilər. Onların bu uyğunluğu ekstremal iqlim şəraitində sağ qalma bacarıqlarını artırırdı. Onlar həm neandertallar, həm də homo sapienslərlə qarşılaşırdılar. Bunlar arxeoloji sübutlarla təsdiq olunub. Avropa mağaralarında həm ayı skeletləri, həm də onların ovlandığını göstərən səhnələr tapılmışdı. Bəzi qədim mədəniyyətlərdə mağara ayısı müqəddəs və ya ruhani bir simvol olaraq qəbul edilirdi. Mağara ayılarının nəsli təxminən 24 min əvvəl tükənmişdi. Bu yox olmanın əsas səbəbləri arasında iqlim dəyişiklikləri, yəni buz dövrünün sonunda istiləşmə, insanın ov təzyiqi, qida mənbələrinin azalması və genetik müxtəlifliyin zəifləməsi göstərilir.